dünyada bir iyun beynəlxalq uşaqların müdafiəsi günüdür. Eyni zamanda bizim məktəbimizin birincilərinin əlifba bayramı günə təsadüf edir. Mən hər iki bayram münasibəti ilə gözəl birincilərimizi, əziz birincilərimizi ürəkdən təbrik edirəm. Onlara sağlam can, təsirlərində uğurlar, sülh, əmin-amanlıq, xoşbəxt gələcək, xoşbəxt həyat arzu edirəm. Arzu edirəm ki, birinci sinifi başa vuran gözəl fidanlarımız, gözəl balalarımız inşallah gələcəkdə ali məktəblərə qəbul olsunlar, ali məktəblərdən səsləri gəlsin, dövlətimizə, xalqımıza xeyirli övlad olsunlar, valideynlərinə, baba nənələrinə, atalarına, analarına xeyirli bir övlad olsunlar, dövlətimizin xeyirli bir vətəndaşı olsunlar, gərəkli bir şəxs təxəssüs olsunlar və dövlətimizə xeyir versinlər. Eyni zamanda valideynlərin sevinci olsunlar, valideynlər uşaqların uğurlarına baxıb, sizin uğurlarınıza baxıb, valideynlərlə yanaşı, həm valideynlər, həm müəllimləriniz bizlər baxıb fəxr edək, sevinək. Bir daha sizin bayramınızı təbrik edirəm, sizə təsirdə uğurlar, gələcək həyatınızda sağlamlıq, bir daha xoşbəxtlik, üzünüzdən gülüş əksik olmasın. Həmişə yüzünüzdə bir təbəssüm olsun, yüzünüzdə bir sevinç olsun, sülh içində yaşayasınız, xoşbəxtlik içində yaşayasınız, bir daha təbrik ediyoruz. Bu bayram münasibətdə bütün bir-birinə uşaqlar varsa, ölkələrin çoxunda müharibə edilir. Yəni, bütün uşaqları bu bayram münasibətlə təbrik edirəm. Bunlara Allah'ın bildirmişin sülh içində yaşasınlar. Onlara mən ən birinci sağlamlıq arzu edirəm fərqləri. Çünki sağlam bədəndə sağlamlıq olar. Onlara dünyada hər şeyi vermək olan sağlamlıq arzu edirəm. Allah bu bayram münasibətlə bütün uşaqları təbrik edirəm. Allah hamısının canını sağ eləsin, atalı, analı böyüsünlər, Allah xoşbəxt eləsin. Hər deyəm incəyəm, hamının sevinciyəm, hər qoçamadı hamıdan birinci. Lale dostlarım yenə topladı ətrafımı, axı mən ilə getmişdim Lənkəyama. Orada bir ağac vardı, meyvələri saksayı, Leyla dadına baxdı, düşdü dodaqları. Saat 4'lər girmişdi bəsə, Hans vardı, görmüşlər. Bizdə Ayla ana deyilər, ailəni səs saldı, ailəni sözünə ailə başlayır. Qar sevir tutmanı, banın ilk istədir. Dudaqları vaxtada, ötü sabır içində. Ey əziz birincilər, bu gün bayramınızdır, sevinirsiz kəllənin, sizin bu haqqınızdır. Boy səsiniz uzalsın, səmalara hər zaman yüzünüzdən təbəssüm, əksik olmasın təmsil. Vətən mənim bu günüm, sabahki bu günüm, haqqım var ki ölünüm, Azərbaycan deyilməyim. Ey hörmətli müəllim, hər günümdə yeyin var, hər gitdə hər şəhərdir, sənin meyvələrin. Əkdiyin ağacların güllü çiçəyi solmaz, dünyada sənin kimi varlı bağlar tapılmaz. Əlifbanı öyrəndim, tanıyıram hərflər, yetərindən qoyuram, kitablarım dəftər, indi ana dilində oxuyuram, yazıram, kitablardan birlikdə öyrənməyə hazıram. Hərflərin yuvası əlifbam ayətbam, şirin mənalayası əlifbam ayətbam. Anamın səs səndə, körpə nəfəsim səndə, arzum həvəsim səndə, əlifbam ayətbam. Ay uzun saçda gəl göz, ağıllı tutulan mənim, gəz bax oxuyun, sən şəhid ol mənim, eydə gülüm, ey güzel tutlar, yoxsa səninlə danışmaram ha, yoxsa səninlə danışmaram ha, atam olmuş mənim gücüm, yekli gələn bədəstə, kitabımda var budur, gözəl gözəl şəkillər,
Bursa ailesinin bütün müəllimlər, müəllim kollektivinə təşəkkür bildirirəm. O gün olsun ki, bu balacaların 11-ci sinif müəlliminə yığışaq. Universitetlərdən sədaları gəlsin, lazım da o universitetdə inşallah gün olsun, gelin bu universitetdən lazım kimi son zəngin. İnşallah. El bilir ki sən mənimsən, yurdum yuvan məskənimsən, anam doğma vətənimsən. Ayrılar bu könülləndən, Azərbaycan, Azərbaycan, sən bir uşaq, mən bir ana, odur ki bağlıyam sənə. Halı sən